Herkese salam. Bugün ucuz ve faydası zengin olan ispanak qovurdum. Dəmir deposu, enerji qaynağı və immunitetin ən yaxın dostudur ispanak. Yorğunluğu azaldır, qanın tərkibini gücləndirir, həm də dəri, saç sağlamlığı üçün möcüzədir. İspanaqlı qovurmam biraz da yaxşı qoxsun deyə içliyinə bir dəstə dağ kişnişi, biz tərəflərdə çöl kişnişi deyirlər, əlavə etdim. Göyərtiləri yaxşıca təmizləyib bir neçə dəfə yaxşı yudum ki, təmiz olsun. Bu arada 3 ədəd orta ölçüdə soğanı doğrayıb, duzlayıb, kərə yağı ilə ocağa göndərdim. Soğanlarımı o tərəfə, bu tərəfə yaxşıca tavlayıb, qızılı rəng alanda yuduğum göyərtiləri də əlavə etdim. Öz suyunu buraxıb çəkənə kimi bişirdim. Sonra biraz da yağ vurub duzladım. Sonunda kənd yumurtasını qara istod, sarı kök və duzla çalxalayıb göyün üzərinə tökdüm. Üstünə də əlbəttə ki, olmazsa olmazım sarımsaqlı qatıq. Əziz izləyicilərim, dəstəyiniz mənim üçün çox önəmlidir. Abunə olun, bəyənin və rəylərdə fikirlərinizi yazın. Hələlik.